Hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takip edib videolardan yararlanıb dostlarınızla paylaşmağı unutmayın. Güvən sınaq imtahana salmış sualın izahına baxırıq. Sual çox maraqlıdır. X-in neçə tam qiymətində, kəsrin qiyməti də tam ədəddir. Gəlin bu kəsri sadələşdirək. 24x çıxılsın 12. Məxrəcdə də 2x kvadrat çıxılsın 7x üstəgəl 3. Surətdən 12-ni ortaq vuruq kimi çıxarırıq. Qalır burada 2x çıxılsın 1. Ortaq vuruq çıxarmaq nə deməkdir? Hər bir həddi 12-yə böldük. Məxrəci götürüb aşağıda vuruqlara ayırıram. 2x kvadrat çıxılsın 7x üstəgəl 3 bərabərdir. Bu 7x-in yerinə gəlin belə yazaq. 2x kvadrat çıx x çıx 6x. Elə bil bu formada parçalayıram. Üstəgəl 3. Bunların ikisini bir götürüb ortaq vuruq çıxaraq. X-i çıxarıram qabağa. Qalır burada 2x çıxılsın 1. Sonra çıxılsın bu ikisindən 3-ü çıxarıram qabağa. Qalır 2x çıxılsın 1. Və görürəm ki 2x çıxılsın 1 burada da var, burada da var. Çıxır qabağa 2x çıxılsın 1. Qalır burada x çıxılsın 3. Məxrəcədə bunu yazacağam. Baxın bu ifadəni yazacağam. Gəlin yazaq. 2x çıxılsın 1, vurulsun x çıxılsın 3. Bunlar ixtisar olundu. Qaldı burada 12 bölünsün x çıxılsın 3. Bu ifadənin qiyməti nə vaxt tam olar? X çıx 3-ün yerinə qiymətlər qoyaq. X çıx 3 olacaq. Müsbət mənfi 1, müsbət mənfi 2, müsbət mənfi 3. Yəni biz burada nə yazırıq? 12-nin tam bölənlərini yazırıq. Müsbət mənfi 4, müsbət mənfi 6, müsbət mənfi 12. Bunlar da saysaq, düzgün cavab 12 olacaq.